Satukuru'nun təlimlərindən xüsusi bir texnika izah edəcəm sizə. Bu çox sadə bir texnikadır, amma çox təhlükəlidir. Biraz bunu belə göstərməyə də biraz tərəddüd edirəm. Çünki bunu yığışdırıblar sosial şəbəkələrdə. Biraz risklidir, amma çox sadə bir şeydir. Yəni bu başa salacağım, izah edəcəm sonda. Mənə heç kim öyrətmədi. Mən birdən başa düşdüm, anladım və bölüşmək istədim. Gördüyümü, anladığımı istedim bölüşüm, istedim danışım. En yakınlarıma, en yakın bildiklərimə danışdım. Həyacanla, qorxuyla, sevinclə paylaşmaq istedim. Qanmaz adamlar heç vaxt insanı başa düşməz. Özündən müştəbih, daima yuxuda olan. O insanlar başa düşmədilər məni, ələ saldılar. Özlərini ağıllı saydılar və bugün də qəflətdədirlər. Ölüdülər, ölü. Mən niyyət elədim ki, çünki anladığımı, dərk elədimin mahiyyətini bilirdim. Çünki bunu sıradan adamlar danışmırdı. Bunu başında futbol topu gəzdirən içi hava ilə dolu, özündən müştəbih, üçsü yekə, amma içi boş başlar anlamırdı. Çünki bunu Aristotel, Herodot, Senega, kimlər, İbn Sina, dahilər danışırdı. Və mən əmin idim ki, burada bir gizli həqiqət var. Mən bunu tapmalıyam. Bunlar bunu boşuna demirlər. Dostoyevski, Mark Twain, bu insanların bu sözlərinin altında dərin bir məna var. Və bu çıxdığım yola bir niyyətlə çıxdım. Mən o həqiqəti tapdığım günü, bax mənə gülən o top başlara görə məhz en yaxınlarım. Bir zamanlar qanımızı birləşdirdiklərimiz, hansı ki bugün mənim üçün bax bu sosial şəbəkə üzərindən üzünü belə görmədiyim bir insanın atılan dırnağına değməyəcək qədər həyatda mənim üçün yox dərəcəsində olanların bax o mənə kinayə və tənə ilə gülüşləri qarşılığında mən bu bildiklərimi, bu öyrəndiklərimi niyyət elədim. Bölüşəcəm insanlara, onlara kömək edəcəm. Heç bir təmənnasız. Məni başa düşənə ürəyimi verəcəm, ürəyimi. Çünki mən başa düşülmədim. Çünki mən ələ salındım, çünki mən itələndim, mən dəli sayıldım. Bu günləri bax odur əzizlər, mən paylaşıram, mən kömək edirəm insanlara, tam səmimiyyətimlə. Gələk mətləbə, məsələnin mahiyyəti nədir? Mən əzizlərim, bir söz deyim sizə, bunu bir dəfə də demişəm, mən burada kiməsə nəyisə sübut eləmirəm. Mən ağıllı insanlara, başa düşən insanlara, ağıl, şuur nədir, onu anlayan insanlara demək istəyirəm ki, bütün gördüyünüz hər şey, bütün gördüyün hər şey ağlın və şuurun əsəridir. Birinci növbədə. Və təkamülsüz heç nə yoxdur. Birdən insan yaranmıyor. Bunu biz belə bu aksiomadır. Bunun izahı yoxdur. Birdən insan yaranmıyor. Heç bir dini kitabda birdən insan yarattım demir. Bunlar başqa mövzulardır, bunlar başqa məsələlərdir. İnsan təkamül keçir. İnsan əsrlər boyu və təkamülü qəbul eləmirəm sözü yoxdur. Təkamül qanundur, dünyada qanundur və sən anova aptekdən dərman alırsansa, sən təkamülü qılıncının altından keçib alırsan. O aptekə girirsənsə, sən təkamülü qardaşım həzm eləmirsən. Boş-boş danışıb cəmaatın balası təkbət demə. Təkamülsüz, sən yoxsan. Bəli, təkamülsüz sən ölmüşdün. Ölmüşdün inancınla bir yerdə, 30 yaşında. Təkamülün sayəsində gəlib 60 yaşa çatırsan, təkamülü də qəbul eləmirsən. Başa düşdün, yəni sən varlığı yox saya bilməzsən. Təkamül səni sən edən təkamüldür. Beyin insanı həyatda tutmaq üçün, qorxu və təhlükələrdən qorumaq üçün proqramlanmış əsrlər boyu təkamül keçmiş bir orqandır. Və bütün canlıları beyin yaşadı. Bizlər. Amma bizim bir üstünlüğümüz var. Biz şuurluyuq. Biz beynimizə hakim olmalıyıq. Sadəcə biz şuurumuzun fərqində deyilik və biz digər canlılar kimi yaşayırıq. Və biz insan olmaq üçün, insan aləminə qatılmaq üçün birinci şuurumuzun fərqində olmalıyıq. Şuurunun fərqində olan insan Allah'ı da dərk edəcək, Quranı da, kitabı da. Onun fərqində olmayan insanın danışdıqları hamısı əfsanədir. Şuurdan kənardır. Şuurdan kənar olan şey də instinktiv və üç nöqtə. Satukuru'nun təlimi belədir. Düz bu yoga təlimlərində xüsusi belə deyək, təlim keçmiş adamlar üçün nəzərdə tutulur. Amma biz bunu sadə şəkildə belə deyim. Yəni şuur həmişə var. Şuur həmişə var. Sadəcə bizim şuuraltımız düşünən beyin, hansı ki yaddaşı sonsuz yaddaşa malik beyin imkan vermir şuura oyanmağa. Enerji israfına görə və bir də ki, keçmiş və gələcək dünəndə bugündə yeni enerji sərf eləmədən, belə deyək, avtopilotda işləyir və onun üstünmanın sadə bir yolu var. Bu nədir? Deməli,
Niyə görə mən təkamülü misal çəkdim? Yəni beyin həyatda qalmaq üçün, bizi yaşatmaq üçün bir orqandır və təhlükə anında, qorxu anında avtomatik olaraq dünən də, sabah da çıxır ortadan və bir dənə an qalır. An ilə şuur aktiv olur. Və bu belədir, belə. Bir anlıq, bunu çox eləmədim ki, bir dənə şey eləməni, burnunu tutursan, bir anlıq və burnu ağzı tutursan, bir neçə saniyəlik belə saxlayırsan, o boğulma anı gələndə buraxırsan. Artıq şiddet yanır, andasan, artıq şuur oyanır. Buna adətən əsəbləşirsən, nə bilim, yəni diqqət görürsən ki, artıq yenə gedib də bunu yanıva gətirmək üçün və o bir anı tutursan, burnu və ağzını boğulan anda buraxırsan və o şuur, artıq həmin anda şuurlusan. Yəni burada məsələ nədir? Zehin şuur, diqqət, yəni diqqət şuurdur, diqqət önə çıxır. Və sən burada artıq oyanmısan, ayıqsan. Burada məsələ nədir? Yəni şuur əslində həmişə var. Təlaş anlarında, həyatda qalma anında artıq beyin bilir ki, bir dənə yolumuz var. Yaşamalıyıq və yaşamaq üçün nə etməliyik? Həyatda qalmaq üçün ana qayıtmalıyıq və gəlir sənin yanına. Məsələ bax burada belədir. Yəni dediyim kimi bir neçə bax bir əllə burnunu, bir əllə ağzını tutursan, bir neçə saniyə belə an boğulu buraxırsan və həmin anda şuurlusan və düşüncələrə fikir verirsən. Beyin susanda şuur danışır. Şuuru oyatmaq üçün sadəcə düşüncəni sakitləşdirmək, onu yanıma gətirmək, onu nizama salmaq lazımdır. Tez-tez məşq eləmək lazımdır. Bir nöqtəyə dayanıb baxmaqla bu kimi şeylər. Bu dediyim məsələ, bax biz nə zamandır, bax o əsəb gəlib sənə abi, yəni bir ağılsız addım atmadan öncə, bax bunu bir anlıq eləyirsən, onu bir yıl cəzalandırırsan, kimsən gəl də yanıma. Başa düşdünüz yəni nə demək istəyirəm? Burunu da tutursan, ağzını da bir neçə saniyəlik, bura rahat eləməyə belə çəkinirəm. Elə saxlayırsan belə. Buraxırsan, şuurlusan, artıq şuurlusan, həyatda qalmaq mübarizəsi və salam. Yəni bu da bax, bu texnikalardan biri ki, şuur gəlir, sən ondan sonra düşüncələrə bax. Orada danışan sən deyilsən, sən elə gəlir, o sən deyilsən. Sən danışmağa başlayanda, deməli kimi, belə danışasan. Sən artıq şuurun fərqində olanda, sən artıq bizəncə başqa bir adam olasan, sən tam başqa. İçindəki istedad, potensial çıxacaq ortalığa, gücün çıxacaq, şuur çıxacaq ortalığa, şuur.